Şəxsiyyətin formalaşdırılması və inkişafı. Deməli, şəxsiyyət kimdir? Şəxsiyyət həyatı boyu formalaşan, özünə məxsus fərdi xüsusiyyətləri, müəyyən təfəkkürü, davranış tərzi, hissləri, ictimai münasibəti və ünsiyyəti olan insandır. Eyni zamanda biogenetik, sosio-genetik və psixogenetik elementlərin məcmusudur. Şəxsiyyət əlamətləri saydıqda biz şəxsiyyət deyirik ki, şüura malik olmalıdır, nitqə malik olmalıdır, əmək və əmək alətlərini qoruya bilməlidir, əmək alətlərindən istifadə etməyi bacarmalıdır, ətraf aləmi yaxşılaşdırmaq haqqında düşünməlidir və bununla bağlı da fəaliyyət göstərməlidir. Mövzumuzun əsas hissəsi şəxsiyyətin inkişafıdır. Bəs inkişaf deyəndə nə başa düşürük? Ümumiyyətlə, inkişaf canlı orqanizmlərə, canlı varlıqlara xas olan bir xüsusiyyət olub, doğulandan, yəni canlılar belə deyək də, yarandığı gündən ölənə qədər baş verən bir prosesdir. İnsan üçünsə, ümumiyyətlə, şəxsiyyətin inkişafı dedikdə isə, insanın dünyaya gəldiyi gündən başlayan bir proses nəzərdə tutulur və ümumiyyətlə inkişaf orqanizmin deməli kəmiyyət və keyfiyyət dəyişikliyidir. Biz şəxsiyyətin inkişafına təsir edən iki amildən danışırıq. Daxili amillər və xarici amillər. Daxili amillər dedikdə genetik, bioloji, fiziki və fizioloji amillər nəzərdə tutulur. Xarici amillər dedikdə isə onun hansı mədəniyyətə sahib olması, ailə mühiti nəzərdə tutulur. Ümumiyyətlə, pedaqogika və psixologiyada şəxsiyyətin inkişafı və tərbiyəsi ilə bağlı 3 əsas konsepsiya var. Bioloji konsepsiya, sosioloji konsepsiya və bir də biososioloji konsepsiya. Bioloji konsepsiyanın əsas nümayəndəsi Sigmund Freuddir və ona görə şəxsiyyət təbii varlıqdır. Yəni ki, o bütün davranışlarını anadan olarkən özü ilə birlikdə dünyaya gətirir. Sosioloji konsepsiyanın nümayəndələri insanın bioloji varlıq olduğunu, yəni təbii varlıq olduğunu qəbul edirlər, amma insan formalaşmasını onun ünsiyyətdə olduğu sosial qrupların təsiri ilə baş verdiyini tərəfini tuturlar. Biososioloji konsepsiya isə deyir ki, əslində biososioloji konsepsiya bioloji və sosioloji konsepsiyanın cəmini qəbul edir. Yəni onlar deyir ki, şəxsiyyətin formalaşmasında iki faktor əsasdır. Birincisi müəyyən xüsusiyyətlər irsiyyətlə ötürülür, digəri isə sosial amillərin təsiri altında formalaşır. Beləliklə buradan da ümumi bir nəticə çıxararaq deyə bilərik ki, insan doğulandan ölənə qədər bioloji və sosial inkişafdadır. Bioloji inkişafa onun morfoloji inkişafı, biokimyəvi inkişafı, fizioloji inkişafı aiddir. Başqa sözlə desək, yəni bura onun boyu, çəkisi, sonra qan dövranı, əzələ sisteminin inkişafı nəzərdə tutulur. Sosioloji inkişaf dedikdə isə psixoloji inkişaf, mənəvi inkişaf və bir də intellektual inkişaf nəzərdə tutulur ki, burada da yaddaşdır, təfəkkürdür, şuurdur, dünya görüşünün inkişaf eləməsidir. Bunlar nəzərdə tutulur. Biz ümumi mənada şəxsiyyətin formalaşması və inkişafında 3 başlıca amilə əsas götürürük. Bunlar hansılardır? İrsiyyət, mühit və tərbiyə. Yəni deyirik ki, insan irsiyyət, mühit və tərbiyənin qarşılıqlı təsiri əsasında şəxsiyyət kimi inkişaf eləyir və formalaşır. İrsiyyət deyəndə biz valideynlərdən uşaqlara müəyyən xüsusiyyətlərin, keyfiyyətlərin irsən keçməsini qəbul edirik. Ümumiyyətlə irsiyyətin daşıyıcısı genlər hesab olunur və biz ümumi şəkildə deyə bilmərik ki, anadan gəlmə əlamətlərin hamısı irsi əlamətlərdir. Çünki bəzi əlamətlər uşaq ana bətnində olanda müəyyən xarici və daxili təsirlər əsasında onda formalaşa bilər. İkinci gəlir mühit. Mühit dedikdə biz burada təbii mühiti və coğrafi mühiti və yəni başqa sosial mühiti, yəni başqa sözlə desək, ailə mühitini və cəmiyyət mühitini nəzərdə tuturuq. Və burada ailə mühiti əslində uşaqlarda, kiçik yaşlı uşaqlarda və məktəb yaşlı uşaqların inkişafına güclü təsir göstərir. Və sosial mühit dedikdə isə artıq insanın sosial mühitə qarışdığı, iş kollektivinə və daha böyük kollektivlərə qarışdığı andan baş verən prosesdir. Tərbiyə də şəxsiyyətin formalaşması və inkişafında mühüm rol oynayır. Belə ki, tərbiyənlə bağlı Platon belə bir fikirlə sürmüşdü ki, insan düzgün tərbiyə edilirsə, o ən sakit və ən ilahi məxluqdur, amma yanlış tərbiyə edilirsə, dünyanın ən vəhşi heyvanına çevrilə bilər. Ümumiyyətlə, tərbiyənin
şəxsiyyətin inkişafında rolu haqqında bir sıra fikirlər söylənilib ki, məsəl üçün qədim belə deyək də fransız materialistləri olan Helvetsi şəxsiyyətin inkişafında irsiyyətin rolunu inkar eləyirdi, tərbiyənin roluna əsas götürürdü. Ona görə tərbiyə hər şeyə qadir idi. Onun əksinə Diderot isə deyirdi ki, tərbiyə hər şeyə yox, çox şeyə qadirdir. Kamenski də eyni formada tərbiyənin rolunu əsas götürmüşdü. O deyirdi ki, insan tərbiyə sayəsində insan olur. Ona görə də yəni tərbiyə əslində şəxsiyyətin formalaşması və inkişafında böyük rola sahibdir. Biz şəxsiyyətin formalaşmasında Jungun araşdırmalarından toxunuruq. Jungun araşdırmalarına görə insanlar qərarlarını öz şəxsi fikirlərinə görə və yaxud da ki, kənar təsirlərə görə formalaşdıra bilirlər. Bu baxımdan da insanları iki tipə bölürdü: introvertlər və ekstravertlər. Ekstravertlər özlərinin şəxsi fikirləri olan, amma daha çox kənar təsirlərə üstünlük verən insanlar hesab olunurdu. Yəni onlara görə hər hansı bir hadisələrlə bağlı doğru fikirlər kənardan gəlir. Kənar təsirlər əsasında formalaşırdı. Ümumi mənada ekstravertlərlə bağlı xüsusiyyətlər bunlardır ki, onlar ünsiyyəti çox sevirlər, təklikdən sıxılırlar, diqqət mərkəzində olmağı sevirlər. Ünsiyyətdə olmaq, kimlərləsə söhbət eləmək onlara daha da belə stimul verir, motivasiya verir. Çox vaxt ətrafdakı insanların fikirlərinə görə hərəkət edirlər. Qısa vaxtda düşünmədən istifadə edirlər. Dərindən düşünmədən nəticələr çıxarırlar. Buna görə də fikirlərini tez-tez dəyişə bilirlər və eyni zamanda bu baxımdan da gəldiyi nəticələr çox vaxt yanlış ola bilər. Və ekstravertlər stimulu, motivasiyanı ən çox kənar təsirlərdən alırlar. Yəni başqa insanlar onlara daha çox motivasiya mənbəyi rolunda oynaya bilir. Ekstravertlərin ən güclü tərəfləri onların cəmiyyət üçün ən aktiv, rahatlıqla ən aktiv üzvə çevrilə bilməsidir. Yəni onlar istədikləri mühitdə, istənilən qısa vaxt zamanda özlərinə ünsiyyət üçün tərəf müqabili tapa bilirlər. Amma bunlarla belə onların təlim prosesində rastlaşdığı çətin məqamlar da var ki, bunlar nələrdir? Bayaq dediyim kimi, ekstravertlər motivasiyanı çöldən aldıqları üçün, yəni xaricdən gözlədikləri üçün, xüsusən də təhsil prosesində bu özünü göstərir ki, məsələn, bu tip şagirdlər əgər müəllimlə onların arasında düzgün şəkildə ünsiyyət qurulmayıbsa, yəni başqa cür desək, onlar müəllimi sevmirlərsə, müəllimdən istədikləri enerjini almırlarsa, eyni zamanda həmin müəllimin tədris elədiyi fəndən də uzaqlaşmaya səbəb olur. İkinci çətinlik ondan ibarətdir ki, ümumiyyətlə ekstravertlər bir-birindən fərqlənə bilər. Bütün ekstravertlər hamısı bir-birinin eynisidir deyə bilmərik. Çünki bəzi ekstravertlər daha çox xarici şərtlər əsasında hansısa bir nəticəyə gəlsələr də, bəziləri öz şəxsi düşüncələrinə də üstünlük verə bilirlər. Bu baxımdan da ekstravertlər bir-birindən fərqlənə bilirlər. Ekstravertlərin digər çatışmayan yəni təlim prosesində rastlaşa bildikləri çətin məqamlardan biri də budur ki, onlar səthi düşünürlər, dərindən düşünmədikləri üçün, anlayışlar arasında ümumiyyətlə tez əlaqə qurduqları üçün bəzən yanlış nəticəyə gələ bilirlər. Bu da onların təlim prosesində səhvlər etməsinə şərait yaradan bir faktordur. Introvertlər isə ekstravertlərə baxanda daha çox öz şəxsi düşüncələrinə üstünlük verən, öz şəxsi fikirlərinə əsas tutan insanlardır və introvertlərin xüsusiyyətləri tamamilə ekstravertlərin əksinədir. Yəni introvertlər xarici faktorlara o qədər də çox önəm vermirlər. Onlar uzun sürən və səthi olan müzakirələrdən tez yorulurlar. Təklik onlar üçün daha yaxşıdır. Təklikdən motivasiyalılar, stimullaşırlar. Öz şəxsi fikirlərinə əsasən hansısa bir nəticəyə gəlirlər, qərar qəbul edirlər və düşünmə bunlarda daha dərin proses kimi baş verir. Daha dərindən düşünürlər və çoxluq etibarilə də dərindən düşündükləri üçün əldə elədikləri son nəticə doğru nəticə hesab olunur. Introvertlər hansı problemlərlə rastlaşa bilərlər? Deməli, onların ən yüksək, ən belə deyək, güclü xüsusiyyətlərindən biri ortaya qoyulan sual haqqında hər tərəfli düşünmələridir. Yəni bu da bir növ onların daha bayaq dediyim kimi son nəticəyə
düzgün şəkildə gəlməsinə səbəb olur. Bunun təlim prosesində göstərdiyi mənfi cəhət nədir? Sual haqqında hər tərəfli düşünmək üçün onlara kifayət qədər düşünmə vaxtı tələb olunur, yəni lazım olur. Bu da məsəl üçün dərsdə müəllim introvert tipli şagirdlərə sual verəndə onlara gözləmə vaxtını daha artıq verməsinə səbəb olur. Həm də digər mənfi cəhət odur ki, introvertlər uzun müddətli, onlar üçün heç bir önəmi olmayan ünsiyyətdən yorulduqları üçün tez təkliyə ehtiyac duyurlar və bu onlarda asosiallıq yarada bilir və bunun nəticəsində də introvertlərdə ünsiyyət bacarıqları, başqa insanlarla düzgün şəkildə münasibət qurmaq bacarıqları zəifləyə bilir. Ümumiyyətlə introvertlər daha çox təlim prosesində fərdi iş forması ilə işləməyi sevən şagirdlərdir. Jungun araşdırmalarından sonra aparılan digər araşdırmalar əsasında da müəyyənləşdirilib ki, cəmiyyətdə təkcə ekstravert və introvert tipli şəxslər deyil, eyni zamanda həm ekstravert, həm də introvert tipli şəxslərin cəmi, yəni xüsusiyyətlərin hər ikisini özündə daşıyan şəxslər var ki, bunlar da ambivert şəxsiyyət tipləri hesab olunur. Yəni cəmiyyətdə hal-hazırda 3 tip şəxsiyyət tipinə rast gəlmək olur. Daha sonra biz baxırıq şəxsiyyətin formalaşmasında, ümumiyyətlə şəxsiyyətin xarakterinin, şagirdin xarakterinin formalaşmasında keçdiyi dövrlər. Bunlar hansılardır? Əxlaqi dəyərlərin olmadığı dövr, özünə yönəlmə dövrü, ənənələrlə yaxlaşma dövrü, qeyri-rasional şüur dövrü və rasional şüur dövrü. Əxlaqi dəyərlərin olmadığı dövr bu əsasən uşaqların təzə doğulduğu vaxtda, körpəlik illərinə təsadüf eləyir. Burada uşaqlar nəyin düz, nəyin səhv olduğunu dərk eləmirlər və bu proses 2 il ərzində çəkir. Özünə yönəlmə mərhələsi, bu mərhələ uşaqlarda erkən uşaqlıq illərində baş vermiş bir mərhələ hesab olunur. Bu dövrdə olan uşaqlar həm özlərinin, həm də ki, digər insanların maraqlarını ayırd eləyə bilirlər. Amma hər hansı bir qaydaya əməl eləmək üçün, nəyisə əməl eləmək üçün özlərini heç nəyə məcbur eləmirlər. Sadəcə və sadəcə özlərini belə deyək də məmnun eləməyə çalışırlar. Hər şey özləri üçün yaxşı olsun. 3-cü dövr ənənələrlə yaxlaşma dövrüdür ki, bu mərhələ 6-12 yaş aralığını əhatə eləyir. Burada uşaqlar müəyyən qaydalara əməl eləməyə çalışırlar. Çünki fikirləşirlər ki, əgər o qaydalara əməl eləməsələr, onları hər hansı bir cəza gözləyir. Ümumiyyətlə, özünə yönəlmə mərhələsi ilə ənənələrə yaxlaşma mərhələsi Piaget nəzəriyyəsinə görə ilkin əməli mərhələ ilə, ənənələrlə yaxlaşma dövrü isə həm də Kolberg nəzəriyyəsinə görə prekonvensional səviyyənin itaət və cəza mərhələsi ilə uyğunluq təşkil eləyir. Qeyri-rasional şüur dövrü isə bu uşaqların yeniyetməlik dövrünə təsadüf eləyir. Burada uşaqlar öz hiss emosiyalarının təsiri altında hərəkət eləyirlər. Rasional şüur dövründə isə artıq onlar yetkinlik yaşına çatmış olurlar, məntiqli şəkildə hərəkət eləyirlər və etdikləri hər bir addımın nəticələrini mütləq şəkildə fikirləşib ona görə götür-qoy eləyə bilirlər. Bəs yaxşı, təlim prosesində müəllim şəxsiyyətin formalaşdırılması və inkişafı üçün hansı yollardan, hansı strategiyalardan istifadə eləyə bilər? Deməli, biz burada bir neçə daha dəqiq desək 14 dənə strategiyadan danışırıq. Bunlardan biri qruplarla iş formasıdır. Müəllim qruplarla iş təşkil eləyərkən heterogen qruplar təşkil eləməlidir. Heterogen qruplar dedikdə isə yəni bir qrupun daxilində həm introvert, həm də ekstravert tip şagirdlər olmalıdır. Onlar çünki qarşılıqlı şəkildə bir-birlərindən nələrsə öyrənirlər. Məsələn, ekstravertlər introvertlərdən öz şəxsi fikirlərini, şəxsi düşüncələrini formalaşdırmağı, tənqidi düşüncələri formalaşdırmağı, tənqidi düşünməyi öyrənirlərsə, introvertlər ekstravertlərdən anlayışlar arasında tez əlaqə yaratmağı, tez bir zamanda nəticə çıxarmağı öyrənirlər. İkinci, şagirdlərə düşünmə vaxtının verilməsidir. Düşünmə vaxtı ümumiyyətlə bilirsiniz ki, təlim prosesində çox vacib amillərdən biridir. Məsəl üçün, introvertlər düşünmək üçün çox vaxta ehtiyac duyurlar. Çünki onlar dərindən düşünürlər və o düşünmənin sonunda da bayaq dediyimiz kimi doğru nəticəyə gəlib çata bilirlər. Müəllim əgər şagirdlərə düşünmə vaxtı verməsə, bu artıq belə deyək də şagirdləri qapalı düşüncə tərzinə keçməyə səbəb olur. Ümumiyyətlə düşünmə vaxtının verilməsi isə introvert tip şagirdlərdə düşüncələrini formalaşdırmağa, ekstravert tipli şagirdlərdə isə öz verdikləri qərarlar üzərində
üzərində, verdikləri cavablar üzərində dərindən düşünməyə şərait yaradır. Sonra müsbət gözlənti. Ümumiyyətlə biz bilirik ki, müəllimlər şagirdlərdən gözləntilərinin müsbət şəkildə, müsbət yönümlü olmalıdır və gözləntilər şagirdlərə açıq-aşkar şəkildə bildirilməlidir. Üstü qapalı yox, konkret olaraq uşaqdan, şagirddən nə gözləyirsə, bu onlara açıq şəkildə bildirilməlidir. Daha sonra var müzakirə prosesinin təşkil edilməsi. Müzakirələrdə introvertlərin fikir söyləmələrinə və ekstravertlərin isə dərindən düşünmələrinə şərait yaradılmalıdır. Burada əsas diqqət müəllim ona yetirməlidir ki, şagirdlər başqalarının təsiri olmadan öz şəxsi fikirlərini formalaşdıra bilsinlər və ifadə edə bilsinlər. Eyni zamanda müzakirə prosesinin təşkil olunması şagirdlərdə dinləyib anlama və dinləmə mədəniyyəti, müzakirə mədəniyyəti kimi xüsusiyyətlərdə formalaşdırır. Daha sonra var burada tərbiyədə əks əlaqə prinsipi. Tərbiyədə əks əlaqə dedikdə biz nə nəzərdə tuturuq? Bəzən müəllimlər şagirdlərin ancaq mənfi cəhətlərini görürlər və mənfi cəhətlər üzərindən fikirlər söyləməyə çalışırlar. Bu prosesdə davamlı şəkildə olanda uşaq yavaş-yavaş özünə qapanmağa başlayır və çalışır ki, ümumiyyətlə heç bir suala cavab verməsin, heç bir davranış göstərməsin, yetər ki, müəllimin gözünə görünməsin. Və yaxud da ki, digər bir tərəfdən daim mənfi nöqsanların söylənilməsi uşaqda həmin o xüsusiyyətlərin belə deyək də prinsipə düşüb daha da vərdişanlı gəlməsinə səbəb ola bilər. Şagirddə müsbət xüsusiyyətləri, müsbət davranışları daha çox vurğulamaqla onların neqativ xüsusiyyətlərini aradan qaldırmaq mümkün olar. Sonra var sağlam və qayğıkeş mühitin formalaşdırılması. Ümumiyyətlə təlim prosesi şagirdlər üçün qayğıkeş mühit formasında təşkil olunmalıdır, sağlam formada təşkil olunmalıdır. Yəni şagirdlərə sevgi, qayğı, diqqət göstərmək, onlara həssaslıqla yanaşmaq lazımdır. Daha sonra burada adı çəkilir sosial və emosional bacarıqların formalaşdırılması. Sosial bacarıqlar dedikdə insanları başqaları ilə düzgün şəkildə, keyfiyyətli şəkildə başqa insanlarla qarşılıqlı şəkildə əlaqə qurmağa şərait yaradan ünsiyyət bacarıqları hesab olunur. Emosional bacarıqlar isə emosiyaların, hiss və duyğuların düzgün şəkildə istiqamətlənməsi, formalaşdırılması nəzərdə tutulur. Yüksək ideyalara sahib olmaq biz şagirdlərə beyinlərində və yaxud da ki, təsəvvürlərində həmişə yaxşı xüsusiyyətləri olan, tarixi boyu yaxşı davranışlar sərgiləyən, yaxşı xüsusiyyətlərə malik olan insanlardan nümunə çəkib, onlar kimi olmalarını, onlar kimi formalaşmalarına şərait yaratmaq lazımdır. Yəni daha başqa sözlə desək, o tip şəxsiyyətləri şagirdlərə nümunə çəkərək şagirdləri də onların izi ilə getmələrinə şərait yaratmaq lazımdır. Sonra var səmərəli vərdişlər. Səmərəli vərdiş, ümumiyyətlə vərdiş nədir? Vərdiş şüurlu şəkildə icra edilməyən, amma daim olaraq yerinə yetirilən hərəkətlərdir və vərdişlər düşüncələrimizə, hisslərimizə, davranışımıza hökm eləyə bilir. Nəticədə bizim xarakterlərimizi də istiqamətləndirə bilir. Buna görə də biz yaxşı vərdişlər formalaşdırmalı və o vərdişlərə belə deyək də yiyələnməliyik ki, pis vərdişləri aradan qaldıraq. Bu xüsusiyyətlər də yəni müəllim şagirdlərə aşılamalıdır. Onlarda yaxşı vərdişlər formalaşdırmağa çalışmalıdır. İradə gücünün formalaşdırılması, ümumiyyətlə güclü iradə düzgün xarakterin formalaşmasına təsir edən amillərdir. Çünki iradə gücü yüksək olan insanlar qarşılarına qoyduqları məqsədlərə də gedib çata bilirlər və istədikləri kimi bir yerə də, məqama da gedib çata bilirlər. Amma iradəsi zəif olan insanlar ən kiçik çətinlikdə belə çatmaq istədikləri məqsədi, məqamı yarım saxlaya bilirlər. Daha sonra var mükafatlandırma və mənfi nəticələr. Şagirdləri yaxşı davranışlarına görə təriflənsələr və yaxud da ən düzlərinə gülünsə, ümumiyyətlə müsbət nəticələr, onların yaxşı davranışlarına görə müsbət nəticələr göstərilsə, uşaqlar bu davranışları davamlı hala gətirməyə çalışacaq. Eyni zamanda yanlış davranışların sonunda da onların müəyyən mənfi nəticələr əldə etdiyini görsələr, o mənfi davranışları yavaş-yavaş aradan qaldırmağa, düzəltməyə çalışacaqlar. Mənəvi əxlaqi mövzularda müzakirələr və problem həll etmə bacarıqlarının formalaşdırılması, müəllim daim şagirdlərdə bu mövzularda müzakirə prosesi təşkil etməlidir.
o uşaqları, şagirdləri bu mövzularla bağlı müzakirələrdə iştirak eləməyə belə deyək də istiqamətləndirməlidir və insanların hər biri üçün ədalətli olmağı, hər bir problemin həllində düzgün, ədalətli bir həll yolu tapmağı şagirdlərdə formalaşdırmalı və bu istiqamətdə inkişafa həvəsləndirməlidir. Daha sonra şagirdlərə özü ilə bağlı refleksiya etmə imkanı yaratmaq lazımdır. Bu nədir? Şagirdlər özlərini belə deyək də sorğulamalıdır. Mən keçmişdə necə biri idim, hal-hazırda necə biriyəm və gələcəkdə necə biri olmaq istəyirəm. Daha sonra yəni bu cür belə deyək də özünü sorğulamadan sonra artıq uşaqlar hal-hazırdakı vəziyyətləri və gələcəkdə olmaq istədikləri vəziyyət arasındakı, məqam arasındakı situasiyaya görə özlərini inkişaf elətdirməyə çalışırlar və nəhayət ümumi məktəb mühitinin ədalət və hörmət hissinə əsaslanmasıdır. Ümumiyyətlə ədalətlilik və hörmət hissinin cəmiyyət üçün vacib bir hiss olduğunu şagirdlərə aşılamaq lazımdır. Təbii ki, məktəb mühitində bunu uşaqlar müəllimlərdən görməlidir. Məktəb rəhbərliyi və müəllimlər davranışında heç bir kobudluğa yol verməməlidir. Bir-birlərinə qarşı ədalətli, eyni zamanda şagirdlərə qarşı ədalətli və hörmətli olmalıdır ki, uşaqlar da gördüklərini götürərək qarşılarındakı insanlarda olan xüsusiyyətləri öz davranışlarında formalaşdıra bilsinlər.